Salamünaleyküm videomuzu izləyənlər. Ot biçən bu qaz ruçkasının purjunlarını nətər keçirirlər onu göstərəcəm. Bu böyük olan bu uzun purjun, uzun olan bu ruçkandır. Bu böyüyün. Balaca olan da bundur. Şunulları bir dənə belə taraz gətirirsiniz buraya, özün yeri var. Purjunu da bu formada keçirirlər. Onu belə keçdəndən sonra yerinə, bu arxa tərəfinə. Belə basırsınız bu tərəfə. Belə keçəndən sonra bu knopkanı basırsınız. Bu tərəfdə knopka var. Knopkanı vurursunuz ki, bunu saxlasın, qabağa getməsin. Sonra balacağındakı burada yarıq yeri var. Bu formada bu yarıq yerinə keçməlidir. Görürsünüz, burada yarıq yeri var. Purjun bu formada keçdirilir. Bunun içərisində qalmalıdır bu uzun tərəfi. Belə. Bunu da dəvərtmişsiniz. Bu formada qalsın burası. Belə eləməyin. Bu formada. Belədiniz. Sonra purjunu çıxardınız buradan. Keçdiniz bura. Burada da həmən şey eləyirsiniz. Yəni, bunu əli uzan saxlayırsınız, tam aşağı getməsin. Bu purjunu da bura keçdirirsiniz. Bunu arxa tərəfinə. Əlimlə göstərdiyim yer. Atverk ilə də göstərdim. Bura purjunu dirənməlisiniz ki, qabağa basmaq olsun. Bura dirənməlidir purjunun bir tərəfi. Yoxsa çıxacaq. Keçdiniz oraya, sonra bir yarıq yerinə keçdirirsiniz purjunu. Buranı qoymayın çıxmağa. Əsas burası çıxmasın. Bura çıxdısa eləmək olmuş. Sonra əlinizi çəkirsiniz buradan. Bu formada. Burada çətin bir şey yoxdur. Keçdi yerinə, qutardı. Bu da buna dirənməlidir ki, siz bu qapağı qoyanda çıxmasın. Bu. Bura dirənir, saxlayır da, əlinizi çəkə bilərsiniz. Gördünüz, bu purjun iç tərəfdə qalıb, bura dirənib, bu da bura keçib. Sonra burada bir dənə bir şeye diqqət eləyin. Bu purjun, bu təmiz bu kalçuğun o biri tərəfinə otursun. Bilsən hara otursun. Bu purjun içərdən görməyəsiniz. Bura təmiz otursun purjun. Bu tərəfinə. Burada qalmasın. Sonra da üst qapan bağlayırsınız. Videomuzu izləyib bəyənirlər. Sağ olun.